Ağdam rayonunun Mərzili kəndinin Şəhidlər Xiyabanı. Bu Şəhidlər Xiyabanın həqiqətən Gülüstana döndərən Mərzili əhalisinin mən qarşısında baş əyirəm. Həqiqətən şəhidlərin adına layiq, özlərinə layiq, bax belə bir gözəl məkan, gözəl bir xiyaban yaradıblar. Mərzili Şəhidlər Xiyabanı. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Burada əməyi olan hər bir kəsə təşəkkür edirəm. Həqiqətən nümunə olası bir iş görüblər. Hər bir kənddə şəhidlər üçün Şəhidlər Xiyabanı bax belə nümunəvi, gözəl şəhidlərin adına layiq yaradılmalıdır. Baxın, görün, nə gözəl yaradıblar, nə gözəl səlqə, səhman, yeri yurdu hər tərəfi gül çiçək, möhtəşəm bayraqlarımız, şəhidlərin hər birinin şəkilləri, hər birinin məzarı üstündə Azərbaycan bayrağı, güllər, çiçəklər. Bugün də Mərzili kəndindən olan Ağdam polis alayının qəhrəman şəhidi Cəfərov Soltan Boranoğlunun döyüş yoldaşları, Ağdam polis alayının qaziləri ziyarətə gəlib. Qardaşımızı ziyarət elədik. Qardaşımızın məzarı üstünə tər, güllər, çiçəklər qoyuldu və alayımız adından bir əklil qoyuldu. Allah rəhmət eləsin əziz qardaşımıza və onun timsalında cəm şəhidlərimizə. Bu işlərin yaradılmasında, bu işlərin bu cür gözəl alınmasında Soltan qardaşımızın qardaşı, o da yəni vətən üçün borcun layiqincə yerinə yetirmiş qazi qardaşımız Hafizin də böyük əməyi var. Bugün də yenə də bizləndir. Soltan qardaşımızın ziyarətindədir. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Həqiqətən bura baxdıqca, bu bayraqların möhtəşəm dalğalanmasına baxdıqca adam qürur hissi keçirir.